Öldürdüyü qızın kəllə sümüyünü cibində gəzdirdi. Törətdiyi bu vəhşiliyə görə cəmi 30 illik yüngül cəza alacağını zənn edirdi. Lakin ölüm hökmünə məhkum olundu. Amerika Birləşmiş Ştatları, Tennessee ştatı, Knoxville şəhəri, Tennessee Universitetinin yaxınlığında yerləşən Job Corps təlim mərkəzinin meşəlik ərazisində 1995-ci il yanvarın 12-sində dəhşətli cinayət baş verdi. 18 yaşlı Krista Pike qısqanclıq zəminində sevgilisi Tadderell Shipp və rəfiqəsi Shadolla Petersonla birgə sinif yoldaşı Colin Slemeri narkotik təklif etmək bəhanəsi ilə həmin əraziyə apardı. Burada onu 30 dəqiqə ərzində döyüb işgəncə verdilər. Sinəsinə isə pentagrama cızdılar. Sonda Pike qurbanın başını asfalt parçası ilə əzərək öldürdü. Kəllə sümüyünün bir hissəsini xatirə kimi özündə saxladı və dostlarına bununla öyündü. Məhkəmə zamanı onun kameralara gülməsi və sevgilisinə yazdığı qürur dolu məktublar hər kəsi qəzəbləndirdi. 1996-cı ildə jüri üzvləri onun birinci dərəcəli qətl maddəsi ilə edam olunmasını tələb etdi. O, müasir Amerika Birləşmiş Ştatları tarixində ölüm növbəsinə salınan ən gənc qadın oldu. Pike 2001-ci ildə həbsxanada digər bir məhbusu boğaraq öldürməyə cəhd etdiyinə görə əlavə cəza aldı. Cinayətin yetkinlik yaşına çatmış yeganə icraçısı olduğu üçün təkbaşına ölüm hökmü aldı. Sevgilisi 2023-cü ildə azadlığa buraxıldı. Rəfiqəsi isə şərti cəza aldı. Yalnız son illərdə və xüsusilə 2026-cı ildə Pike vəkilləri vasitəsilə törətdiyi əməldən dərin peşmanlıq duyduğunu bildirdi. Həbsxanada buddizmi qəbul etdiyini, tamamilə dəyişdiyini və gənc məhbuslara mentorluq etdiyini deyərək qubernatordan rəhm dilədi. Lakin artıq bütün hüquqi yollar tikəndi. 30 sentyabr 2026-da Krista edam ediləcək və Tennesseedə son 200 ildə edam olunan ilk qadın kimi tarixə düşəcək.